Yaşadıkca anlayırıq ki, insanın ən böyük sərvəti nə pulu, nə də var dövlətidir. Ən böyük sərvət sağlamlıq, ailə və rahatlıqdır. Evdə hazırlanan sadə bir yemək belə bəzən insana böyük xoşbəxtlik gətirə bilir. Ona görə də hər günün qədrini bilək və kiçik şeylərdən zövq almağı unutmayaq. Çünki həyat məhz o kiçik anlardan ibarətdir.